Efirdə dəstə tamaşaçılar, xatırladıram ki, telefonlarımız da açıqdır. 510-02-04 və 69-74 SMS ünvanımız suallarınız üçün açıqdır. Qaldı ki, xatırladıram ki, bir neçə məsələlər var ki, o sizi çox da narahat eləməsin. Yəni, reklam vaxtı zəng eləyib, mobilliklə zəng eləyib, gözləməyin telefonda. Həm başqalarının zəngini əngəlləmiş olursunuz, həmçinin də özünüz böyük bir məbləğdə pul xərcləmiş olursunuz. Ona görə də yaxşı olar ki, çalışın ki, heç olmasa, əgər çox vacibdirsə, sualınızı deyin, bizə redaktorlar bildirərlər. Alo. Alo. Doktor, salam. Əleyküm salam. Mənim sualım sizədir. Doktor, mənim oğlumun 42 yaşı var. Bəli. Həmişə qızdırması onun, həmişə deyəndə ki, 5-6 ayda qızdırması 35-2... Ciyərlərini yoxlatmışsınız, xanım? Hər şey yoxlamışıq, hər şey yaxşıdır, öz qayda, qanını, hamısını yoxlatdırmışıq. Doğru, bunun qızdırması, gəlir ona üşütmə, bir də görürsən ki, istilik gəlir, üşütmə gəlir. Xanım, bir də sizə sual verim. Onun qan azlığı və yaxud filan şey yoxlatmışsınız? Yoxdur, hamısını yoxlatdırmışıq. Qızdırma neçə olur? Demək 35, 2, 6, bir də görürsən ki 36 oldu, 36 bin. Yəni aşağı olur həmişə? Həmişə aşağıdır, bir 4-5 aydır belədir. Oldu. Təşəkkür edirəm, sağ olun. Suala cavab vermək olar fikirlə? Yox, hələ ikinci telefonu da qəbul edək. Alo. Alo. Bəli. Salam Fikrət müəllim. Əleyküm salam, buyuruz. Qonaqlarınızı da salamlayıram. Fikrət müəllim, mənim qonaqlarınıza, həkimlərə sualım var. Məndə ağrıları olubdu aprel-may aylarında. Mən də piristop kimi tutubdu. Mən getmişəm həkimə, yoxlanmışam. Bəli. Həkim mənə deyiblər ki, öz kisəmdə divarlarında qalınlaşma var, mədə altı vəzimdə dəyişiklik var. Bayaq xanım dediyi kimi... Ümumi diaqnoz nə qoyulub xanım? Bir də onu deyim. Diastazada, məndə diastazada əslində 32-64 arası olmalıdır. Məndə 128-dir. Deyirlər ki, yaşlı asılı olmayaraq 32-64. Və yaşınız nə qədərdir xanım? 38. 38 yaşınız. Şəkərim də yoxdur, yoxlatmışıq. Təşəkkür. Sualınız var xanıma? Neçə yaşı var dedi xəstə? 38 yaşı var. Təşəkkür edirəm, çox sağ olun. Birinci telefonumuzun zəngi bu idi ki, 35 dərəcədən yuxarı temperaturu olur və arada biraz qalxır, üşütmə filan. İkinci isə xanımda diastaza 38 yaşı var. Mən istəyərdim bayaq ki, telefonla bağlı Füzuli müəllim bir cavab versin. Buyuruz Füzuli müəllim. Deməli, ümumiyyətlə sifətdə olan nahiyə, sifətdə olan səpkilər bir neçə qrupa bölünür. Məsələn, bunların var papilla forması, pustula forması, civizələr var. Məsələn, açıq, ucu qara belə deyirlər, açıq ləkəli civizələr, bir də uc hissəsi qapalı olan ləkəli civizələr və bunların müalicəsində də bir qruplar ayrılır. Yəni, kosmetoloq müalicəsi ayrılır, həkim müalicəsi ayrılır. Yəni, məsələn üçün, uqrilər deyilən bir şeyləri kosmetoloqlar müalicə edə bilər. Amma bir şeylər ki, kökdən gəlir, məsələn, pustula, papilla formalarındadırsa, bunu yaxşı olar ki, həkimlər müalicə eləsin. Çünki bu qaraciyər mənşəli ola bilir. Biz ona bir neçə sual verdik və araşdırdıq ki, bu çox güman ki, qaraciyər mənşəli səpkilərdir, xolesterin mənşəli səpkilərdir, həkimimiz də qeyd elədi. Hepartiya mən çayını məsləhət görərdim. Uzun müddət hepartiya çayından içsinlər. Və bir də bayaqları biz şam ağacının bir sirkəsi var, deyilən şam qozalarının sirkəsi. Bu şam qozasının sirkəsi həm burada qaraciyər üçün yaxşı antioksidant bir maddədir və həm də bir lipidlərlə bağlı bir zəngimiz də olmuşdur. O da ondan istifadə edə bilər, yəni vəzlərin şişməsi ilə bağlı. O da ondan istifadə edilir. Şam ağaclarından yetişməmiş qozaları qoz boyda götürülür, doğranılır və bir qaba tökülür. Sonra ona bir miqdarda bal əlavə olunur. Ağzı belə marlı ilə örtülür. Otaq şəraitində saxlanır. Bir 15-20 gündən sonra bu sirkə əmələ gəlir. Ola bilər bir aydan sonra hava temperaturu soyuq olsa. Və bundan istifadə eləsin, yəni yaxşı nəticə görəcək inşallah. Bir də zəncəfilin zəncəfil nastoykasından istifadə eləsin. Təşəkkür edirəm, çox sağ olun. Həqiqət xanım, demək, indi o sonraki iki zəngimizlə bağlı istəyirəm bir... Birinci xəstəmizin... 35 dərəcə temperaturu, üşütmələr olur, filan olur, yoxlayıblar, ağciyərini yoxlaşdırırlar. Xəstənin dedi 45 yaşı var, mən bilən, elə dedi. Yox, o cavan oğlan. 42 yaşı var. 42-45 arası dedi. Təxminən 42. Xəstənin əvvəla immun sistemi zəifdir, yəni o orqanizma reaksiyasıdır, göstərir ki,
ki, məndə nəsə var. İkinci, bu xəstədə, fikir etməyəm, ola bilər anemiya, bəlkə də xəstə başa düşür, dəmiri mütləq yoxlatmalıdır. Qan azlığında olan çox olur, bəlkə də ola bilər dəqiq yoxlatmayıb, dəqiq yoxlanmalıdır. Bir də bu xəstələrdən kişilər necə qadınlarda olur, nevrosteni, nevrozlu xəstələrdə olur. Görürsən ki, onlarda da temperatura sabit qalmır, aşağıya meyli, yuxarı olur, görürsən. Onu da yoxlamaq lazımdır. Əsəb sistemi ilə əlaqədar ola bilər. Bir də bu xəstələr qadınlarda menopoz dövrü, kişilərdə də bilirik ki, andropoz dövrü olur. Həm bu dövrdə 42 yaşlı, 40 yaşdan sonra andropoz dövrü başlayır. Çox kişilərdə bəzən bax belə hallar ola bilir. Əsəbilik olur, temperaturanın dəyişməsi olur, bəzən istilik gəlir, bəzən soyuyur, xəstə onu qeyd elədi. Ona görə də bu həkimə müraciət etməlidir və bitkilərlə də bunun müalicəsi var. Bitkilərlə çox gözəl müalicəsi var. Çox sağ olun. Ulduz xanım, buyurun sizə də müraciət edeyim. O birinci sual və ikinci sualı, hər iki suala cavablandırasınız. Bəli, o dedik gözündə ləkə var, yəni biz vaxtımızı nəzərə alaq, çalışaq ki, ona müalicə vasitələrinə. O düzdür, xaricdən mütləq kosmetoloqa müraciət edib o ləkədən azad ola bilər, amma daxilə mütləq bitki yığımı qəbul etməlidir qaraciyərin təmizlənməsinə görə. Pitrağın şirəsidir, çox qəşəng kömək edir, əldə edə bilirsə. Zəncir otudur, dəmləməsi də, şirəsi də çox qəşəng kömək edir. Ümumiyyətlə, biz də özümüz hazırlayırıq, pitraq şirəsindən, zəncir otu şirəsindən eliksir hazırlayırıq. Yəni, əlavə bitkilər də var. Qaraciyərin piylənməsidir, kimdə xolesterin problemləri vardır, çox qəşəng kömək edir. Ondan, məsələn, 1 litr şəklində satılır. 4 upakovka, yəni ondan qəbul etsələr, qaraciyər piylənməsinin əgər az miqdardadırsa, yəni çox kəskin deyilsə götürür. Eyni zamanda həmin xolesterin problemi də həll olunur. Ondan istifadə edə bilər və yaxud da bitki dəmləmələrindən istifadə edə bilər. Qaldı ki, bayaqki də o ümumiyyətlə aşağıdır, bədən temperaturu aşağıdır. İstifadə etməlidir, yəni qızışdırıcı, stimulə edici bitkilərdən istifadə edə bilər. Belə bitkilərdən darçındır, zəncəfildir. Onlar həm ümumiyyətlə həm qızışdırıcı, stimulə edici bitkilərdir. Həm də hormonal çatışmamazlığı bərpa edirlər. Bunlardan istifadə edə bilərlər elə müəyyən tərkiblər kimi. Məsələn, 50 qram darçın götürəcək, zəncəfil 2 xörək qaşığı götürür, 2 xörək qaşığı mixək götürür, 100 qram şam ağacının qozası varsa həmin qozanı əldə etsin. Şam ağacının qozası yoxsa qoz ləpəsindən 100 qram istifadə edə bilər və 1 kiloqram təmiz bal. Bunları hamısını qarışdırır. Ümumiyyətlə, ora keçi buynuzu da, 100 qram keçi buynuzu da əlavə etsə çox yaxşı nəticə verir. Bunların hamısını qarışdırır, 1 çay qaşığı gündə 3 dəfə daxilə qəbul etsin. Çox qəşəng nəticə verir. Təşəkkür edirəm. Bu qarışdırılmaq sözünü deyəndə bəzi məhsullar var ki, bunlar balla, spirtdə olmaqdan fərqli olaraq balda bir qədər gec. Məsələn, hətta çiçək tozunun özünü belə bala qatanda təxminən bir həftə gözləmək lazım ki, o çiçək tozu balla təmasda olduqda qarışır. Bunu nəzərə alaraq, Ulduz xanımın dediyi resepti eləyəndə ən azı, heç olmasa bir həftə onu saxlayın, daha yaxşı onda nəticə almaq olur. Çünki o məhsullar bir-biri ilə təmasa girərək reaksiya yaradır, balın özünə qarışırlar. Bal çünki ən yaxşı daşıyıcı vasitələrdən biri bədənə, hüceyrələrə çatdırma üsulu balın özüdür. Bal çox gözəl bir vasitədir. Qaldı ki, bizim burada SMS-lərimiz olduqca çoxdur. Mən istəyirəm SMS-lərimizdən oxuyaq, onları cavablandıraq. Amma bundan qabaq bir xatırlatmaq istəyirəm ki, əgər siz müəyyən məhsulları əldə eləmək çətinlik çəkirsinizsə, o zaman şübhəsiz ki, fitoklublara və yaxud da ki, Bənövşə Yaşıl aptekinə müraciət eləsəz daha yaxşı olar. Fitoklublar həm müalicə vasitələrinin satıldığı yerdir, həm də istirahət mərkəzləridir. Fitoklublar əsas daha çox istirahət mərkəzləri olduğundan, orada Herbaflora şirkətinin məhsullarını topdan satış qiymətinə ala bilərsiniz. Bütün məhsullarını, yəni 180 adda olan məhsulların əksəriyyətini topdan satış qiymətinə ala bilərsiniz. Bundan başqa, fitoklublarda son zamanlar demək, 30 adda məcun və salatlar istehsal olunur ki, bunlar da şəkər xəstəliyindən tutmuş, qan təzyiqi, aşağı təzyiq və orqanizmin zəifliyi hallarında, qurd xəstəliklərində və s. də istifadə oluna bilən salatlar və məcunlar hazırlanır. Fitoklubların nömrəsini sizə xatırladıram. 012 561 85 01, 012 561 85 01, 012 492 23 41. Bənövşə Yaşıl aptekinin nömrəsini sizə xatırladıram ki, 012 492 29 53. Bax, bu nömrələrə zəng vursaz, həmçinin də çox da uzaq məsafələrdə deyil, biri Oasis restoranının yanında,
təxminən 100 metr aralı. İkincisi isə içəri şəhərdə qala qapısından girərkən neft şirkəti ilə üzbəüz olan qala qapısından girərkən Bənövşə yaşıl aptekinə rast düşəcəksiniz. Belə ki, bütün bu məhsulları oradan əldə edə bilərsiniz. Həmçinin də fitoklubları elə bu günlərdə siz yenə deyirəm, ailəvi olaraq istirahətə gəlir. Orada gözəl şəraitlər yaradılıb. Onun aurası, uşaqlar üçün ayrıca bir əyləncə yerləri ayrılıbdır. Sonra yeni bir masaj aparatıdır, masaj avadanlığı da gətirilib, masaj kətilidir, oturub müəyyən bir masajlar edə bilərsiniz. Yəni, fitoklublarda o qədər gözəl şərait var ki, elə orada içilən çaylar, məsələn, dünyanın hansı bir ölkəsinin çayının adını çəksəz ki, mən filan ölkənin çayını istəyirəm, o çayı hazırlayıb sizə verəcəklər. Həmçinin də yenə deyirəm, orada gözəl məcunlar, pastalar, salatlar hazırlanır ki, bunlar da özdə xüsusən də son günlər, mən keçən dəfə anons eləmişdim, ən təmiz balı, yəni özüm qədər cavabdeh ola biləcəyim bir şəxsin orada olması və o insanın ora saf bal gətirməsi artıq mövcuddur. Siz fitokluba müraciət edərək ən təmiz balı əldə edə bilərsiniz. Yəni, ən təmiz bal niyə görə lazımdır? Bu ən təmiz bal müalicə vasitəsidir. Ən təmiz balın bir qaşığı bəlkə ən böyük dərmanlardan da daha yaxşı təsir göstərir. Bir çox xəstəliklərdə təmiz balın əvəzi yoxdur. Ona görə də təmiz baldan istifadə edə bilərsiniz. Mənimsə SMS-lər burada biraz qalıb. Onu istəyərdim ki, onları cavablandıraq. Ulduz xanıma bir sual var. Salam Ulduz xanım, bağırsaq spazmasında və diskineziyasının əleyhinə zəhmət olmasa bir məsləhət verin. Ulduz xanım, bunları qısa-qısa cavablandıraq. SMS-lərimiz çoxdur. Buyurunuz. Belə bitkidən istifadə edə bilər, belə bir reseptdən. Boymadərən bitkisi götürəcəkdir. Bir xörək qaşığı, qaraqınıq, bir xörək qaşığı və istiotlu nanə, bir xörək qaşığı. Bu üçün yarım litr qaynar suda dəmləyəcək. Gündə 1 saatdan sonra süzəcək. Gündə 3 dəfə yarım stəkan daxilə qəbul etsin. 2 həftə müddətinə çox gözəl kömək edəcəkdir. Təşəkkür edirəm. Füzuli müəllim, sual sizədir. Qarın piylərini hansı bitkilər ərdə bilər? Yəni, sizin bu sahədə çoxlu yığımlarınız var, o cümlədən arıqlarıcı. Buyurunuz. Deməli, ümumiyyətlə, insanda piylər, qarın piyləri və əzələ piyləri iki cür olur. Qarın piylərində belədir ki, qarın piylərinin həcmi böyüyür. Əzələlər piylənməsində isə piylərin miqdarının özü çoxalır. Yəni, 1-dirsə olur, 2-2-dirsə 4, 4-dirsə 8. Amma qarın piylərində hüceyrənin özü şişir. Yəni, piylərlə şişir, bu fərqləri var. Ona görə də, ümumiyyətlə, qarın piylərini əritmək üçün arıqladıcı vasitələrlə bərabər sıxıcı vasitələrdən də müəyyən vasitələrdə istifadə etmək lazımdır. Məsələn, bel kəmərlərindən də istifadə etmək lazımdır ki, qan dövranı pozulmamaq şərti ilə, yəni müəyyən vaxtdan bir açılsın, sonra yenə də bağlanılsın. Arıqladıcı çaylarımızda, məsələ üçün, 15-20 gün müddətinə, mən deyərdim, Afrodita çayı içir və bu təzədən bir 15-20 gün müddətinə ideal çay ilə əvəz olunur və yaxud da indi bizim zərif çay ilə də əvəz oluna bilər, əvəz olunur və sonra yaxşı olar ki, bir 15 gün müddətinə istirahət versin. Və həmin bu müddətdə isə aktiv hərəkətlərini biraz artırsın, yəni çoxlu gəzsin, imkan varsa qaçsın və yaxud da açıq havada çox olsun. Və bu prosesi uzun müddət, 3 ay, 4 ay müddətinə belə vəziyyətlərdə təkrarlasın və bundan sonra yaxşı nəticə alar inşallah. Təşəkkür edirəm. Həqiqət xanım, sizə qısa cavab verməyini xahiş edirəm. Çünki bunun cavabı olduqca uzundur, amma siz qısa cavab verirsiniz. Salam, hörmətli həkimlər. Ürək göynəməsi səbəbi nədəndir? Xahiş edirəm, bunu deyəsiniz. Yəni, ürək göynəməsi səbəbi olduqca çoxdur. Buyurunuz. Ürək göynəməsi səbəbləri olduqca çoxdur, Fikrət müəllim. Ona görə də xəstə mütləq təcili yardım üçün və ayırmaq üçün müəyyən səbəblərdən nitrogliserin dilinin altına qoymalıdır, yoxlamalıdır. Əgər tez keçirsə, bu göynəmə ürəkdəndir, yox. Başqa keçmirsə, başqa səbəbləri var. Təşəkkür edirəm, çox sağ olun. Bir də sualım var. Salam, mənim hal-hazırda təzyiqim 130-100-ədir. Ürəyim sıxılır, ürək təzyiqidir, nə edim? Ulduz xanım, belə bir yüksək təzyiq deyil, amma bu insanda görünür ürək problemi var. Buyurunuz. Ona məsləhət görərdim birinci növbədə hər gün yuxudan duranda bir stəkan hər hansı mineral suya yarım limonun şirəsini qatıb içir. Bir çay qaşığı bal da əlavə edə bilər. Bir 10 gün müddətində bunu eləsin. Bu, buna çox yaxşı təsir göstərəcəkdir. Bir də var belə bitkilərimiz ki, spazmolitik bitkilərdir. Bunlar da təzyiqi salırlar. Astragal bitkisidir. Bundan istifadə edə bilər, dəmləyib içə bilər. Suşenitsa deyilən bataqlıq qurucasıdır. Bundan istifadə edə bilər. Eyni zamanda bunlarla yanaşı bədrənc, qıfotudur.
Yəni, bunların qarşılığından dəmləyib bir müddət içsə yaxşı olur. Təşəkkür edirəm. Bir də sual var, o da mənədir yəqin ki. Salam, necəsiz? Mənim atam siqareti ata bilmir. Sizdən çox xahiş edirəm, çarə deyəsiz. Əvvəlcədən təşəkkür edirəm. Siqareti atmağın birinci yolu insanın şəxsi qeyrəti, yəni elə olmalıdır ki, iradəsi olmalıdır, qeyrəti olmalıdır ki, desin ki, mən bunu çəkməyəcəm. İkinci isə bu çəkməyəcəyimlə bərabər ona çox maraqlı bir vasitə deyəcəyim. Yəni, vələmir, çovdar və arpa samanlarını və yaxud da özləri də bir yerdə bu üçündən götürülür eyni miqdarda. Təxminən 1 litr suda qaynadılır, kifayət qədər qaynadılır və həmən sudan gündə 3-4 dəfə ona verilir. Bu insan yavaş-yavaş siqareti atmağa başlayacaq. Çünki onun tamı özü məcbur edəcək ki, onu atsın. Ona görə də çalışın ki, demək, bu siqareti atmaqda yenə deyirəm, iradə və qeyrət göstərəsiniz. Buyurun siz ürməyəlim. Bir metod da var, ən pis, belə deyək, siqaretdən çoxlu çəkmək. Hə, yəni o ürək bulanması, baş ağrısı və s. verəcək, elə çox qısa müddətdə siz siqareti atacaqsınız. Bir də adi üzümün yarpağı və saplağını çeynəyib yemək. O da siqaretə qarşı. Təşəkkür edirəm. Təəssüflər olsun ki, vaxtımız heç bilmədiyi necə gəlib keçdi. Əziz tamaşaçılar, biz sizdən sabaha qədər sağollaşırıq. Sağ olun, sağlıqla qalın, çarəsiz qalmayın. Sabah görüşənədək.